Kürdəmirdə dəhşətli avtomobil qəzası baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, qəza Ağsu Kürdəmir İmişli yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ 2107 markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İlkin Hüseynov kənd ərazisində hərəkətdə olarkən qarşısında gedən qoşqulu traktora çırpılıb. Nəticədə avtomobildə olan 5 nəfərdən ikisi 2020-ci il təvəllüdlü Uğur Hüseynov və onun anası Vüsalə Hüseynova hadisə yerindəcə ölüblər. Digər sərnişinlər sürücü İlkin Hüseynov, Səmiyə Hüseynova və onun 8 yaşlı nəvəsi Yusif Hüseynov müxtəlif dərəcəli xəsarətlər alaraq Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qəza xilas etmə qüvvələri cəlb olunub. Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıların çıxarılması xüsusi riskli xilas etmə dəstəsi tərəfindən həyata keçirilib. Ölən şəxslərin meyitləri aidiyyatı üzrə təhvil verilib. Qeyd edək ki, qəza zamanı ölən və yaralananların hamısı bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır. Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata görə 1956-cı il təvəllüdlü Natiq Bağırov yolu keçərkən avtomobil tərəfindən vurulub və həmin şəxs hadisə yerindəcə dünyasını dəyişib. Baş vermiş faktla bağlı araşdırma aparılır. Beyləqanda 10 yaşlı uşağı minik avtomobili vurub. Məlumata görə hadisə rayonun Dünyamallar kəndində qeydə alınıb. Belə ki, Rasim Əhmədov idarə etdiyi Mercedes markalı avtomobillə yolu keçən 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşənoğlunu vurub. Piyada Adəm müxtəlif dərəcəli xəsarətlər alaraq Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Ağdaş rayonunda 2 yük maşını toqquşub. Xəbərə görə yol nəqliyyat hadisəsi bugün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Kamaz və Qazel markalı yük avtomobilləri toqquşub. Nəticədə Qazelin sürücüsü 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerindəcə ölüblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.